Yanımızda hal-hazırda Vaytiti komandasının 7 nömrəsi məşhur Sima Mansur Cəbrailov var. Maestro, bugün yenə də yaxşı oyunu nümayiş etdirdin. Kazakistan komandasına qarşı uğurlu oyun oldu. Həm də sizdən bir qədər yaş fərqin də səhv eləməmsə var sizdən böyükdür. Məlumatı sən verərsən bizə. Buyur Mansur. Мы сегодня хорошо играли, но они были старше нас на несколько годов. Мы хорошо играли, но по-честному мы выиграли их 3-1. Мы финтовали, пасы давали, не знаю, что там сделали, но по-честному победа за нашей. Teşekkürlər Mansur, uğurlar. Yanımızda hal-hazırda Vaytiti komandasının 19 nömrəsi Rişad Hüseynli var. Rişad, Kazakistan komandasına qarşı məğlub olsanız belə uğurlu bir oyununuz oldu. Yaxşı oyun nümayiş etdirdiniz. Oyun havası necə idi? Məlumatlar verərsən bizə, buyur. Yaxşı idi, onlar hələ bizdən böyüydü yaşda. Gələn dəfə gələndə udarıq. İnşallah Rişad. Oyun yorğunçuluğu var üzərində. Çox saxlamayayım səni. Uğurlar bir növbəti oyunlarda. Yanımızda hal-hazırda Vaytiti komandasının 8 nömrəsi Cavid Cəfərli var. Cavid, Kazakistan komandasına qarşı əzəmkar oyun nümayiş etdirdiniz. Məğlub olsanız belə yaxşı bir oyununuz oldu. Təbrik edirəm nailiyyətiniz üçün sizi. Oyunda necə bir ab-hava var idi? Necə bir təəssüratlar var idi? Həyəcan var idi, yox idi? Məlumatlar verim sizə, buyur. Oyun çox maraqlı keçdi. Onlar yaxşı oynayırdılar. Biz də maraqlı oynadıq. Amma onlar bizdən biraz böyük idilər. Amma biz 3-cü turnirdə qazandıq. İnşallah növbəti dəfə udarıq. İnşallah Cəfərli. Növbəti oyunlarda uğurlar arzu edirəm. Sənə təşəkkürlər. Yanımızda hal-hazırda Vaytiti komandasının 18 nömrəsi Arif Məhrəmov var. Arif, Kazakistan komandasına qarşı yaxşı oyun nümayiş etdirdiniz. Oyunda necə bir ab-hava var idi? Necə hisslər yaşadın? Buyur, məlumatlar ver. Yaxşı oyun keçmişdi, maraqlı oyun keçdi. Pas çalışırdıq oynamaq. Qollar çox istəyirdik vurmaq, amma bu oyunu uduzduq. Gələn oyunu udarıq. İnşallah. Zənnimcə rəqibiniz yaşda sizdən böyüdür. Siz U10 liqasını sayılırsınız, onlar U14. Yaxşı oyun nümayiş etdirdiniz ona rəğmən. Uğurlar arzu edirəm sənə də növbəti oyunlarda. Təşəkkürlər.